Salam dostlar, bugün 6-cı sinif təbiət iş dəftəri 1-ci isə mövzu 4-ü izah edəcəm. Mövzumuzun adı su molekuludur. İş vərəqi 1. Su molekulunun quruluşu necədir? Səhifə 50 və 51. Gəlin birinci tapşırığa baxaq. Maddənin hansı zərrəciklərdən təşkil olunduğunu və bu zərrəciklər arasında olan məsafəni nəzərə alaraq boşluqlara uyğun zərrəcik modelini çəkin. Birinci burada dəmir göstərilib. Dəmir bərk maddə olduğuna görə zərrəciklər sıx və nizamlı düzülüşə malikdir. İndi mən burada tam yaxşı şəklini çəkə bilməmişəm. Yəni sıx və nizamlı düzülüşdə olmalıdır həmişə. Oksigen qaz halında olduğuna görə zərrəciklər bir-birindən çox aralıda yerləşir. Su isə oksigenə nisbətən bir-birinə daha yaxın şəkildə olur, ancaq onların da zərrəcikləri bir-birindən aralıdır. Səhifə 51, tapşırıq 2. Azər plastik butulkaya su dolduraraq ağzını bağladı və soyuducunun buz yerinə qoydu. Butulka uzun müddət soyuducuda qaldıqdan sonra Azər butulkanı götürdü və onun formasının dəyişdiyini müşahidə etdi. Birinci sual, suyun və buzun hissəcik modelini çəkin. Su maye halında olduğuna görə zərrəciklər bir-birindən biraz aralıda yerləşir və nizamsız düzülüşə malikdir. Buz isə bərk halda olduğuna görə zərrəciklər sıx nizamlı düzülüşdə olmalıdır. İkinci sual, sizcə butulkanın formasının dəyişməsinin səbəbi nədir? Cavabınızı suyun və buzun sıxlığını müqayisə edərək əsaslandırın. Çünki su donarkən buzun sıxlığı sudan az olur. Yəni bərk maddənin sıxlığı maye halda olan maddənin sıxlığından azdır. Buna görə su buz halına keçəndə həcmi artır. Butulka içindəki su donanda genişlənir və nəticədə butulkanın forması dəyişir. Bugünkü izahımızdan bu qədər. Hələlik.